Bu günləri daimlə bir yerdə amortizator təmir edirik. İnşallah Allah'ın köməyinə bu günləri çox gözəl bir iş görəcək. Görək ki Allah'ın köməyinə necə çıxacaq. Bu nədir ha bacı oğlu, bu nədir ha, bunu kim yığıb ha? Bu nə? Basırsan da gezmir aç. Bu nasıl şey doy. Babindən. Babin ne? Ya, abi. Birinci üstündəki amortizatorları sökək, görək nə vəziyyətdədir. Sonra da birlikdə çeşkəyə 4 göz yığacağıq. Adam oyunda biraz səslər. Bu yola vermək olar da. Buraxanı bir dənə mənə göstərəsin ki, hansı burax. Buraxan, hələ bir də bu tərəf buraxıb da. Doğru ha? Valla. Səs sesir deyib buraxmayıb. Bir də amortisatör buraxmır. Yox, buraxıb. Oh, dədəm var. Ya qardaş, maşın ona görə dağılır da. Açdı. Aha. Aa, görsən yağı. Gəl, bu da təzə yığılan. Yığılmayıb, bu zavoddur. Bu da udarniki. 5 manat versin deyəkənəm. Görsən, dayısından da pul istiyormuş. Daha gelin buna kömək eləmək, bu da dayısından pul istiyor. Bu çeşkanın korpusudur. Bu da ki klapandır. Bunlara tək kameralı amortizator. Bunlarda arada belə bir klapan olur. Yağ yuxarı hissədə, qaz aşağı hissədə olur. Və bunlar bir-biri ilə görüşmür. Sənin maşınında bu hissə, yəni klapan hissəsi artıq sıradan çıxdığı üçün yağ ilə qaz qarışdığına görə laqqalaq səs əmələ gəlir. İndi bunların hamısı təzə detalla qoyulacaq, içi bütün yığılacaq, özdə 4 gözlə. Bəli, maşın üstünü Zavodskoyundan ümumiyyətcə 5 qat daha yumuşaq olacaq. Test sürüşü də eləyəcəyik. Dayı, yığmaq istəyirsən? İnşallah, inşallah. Yığmaq istəyirsən? Yox. Yox.